Reaksiyanın reaksiyaya girən və alınan maddələrin qatlıqlarını zamanla nasıl qrafikini verib bizə və tarazlıqda olan CH4-ün parçalanma reaksiyası üçün tarazı sabitin qiymətini tap deyir. Mən reaksiyanın yazım 2CH4 deməli nə olacaq? C2H2 verib, bir də 3H2 verib. Deməli burada başlanğıc səhv tarazlıq yazsam, gəlin baxaq burada necə yazacağam. Baxın, bizə bir dənə CH4-ün başlanğıcını verib və gəlib harda dayanıb, 2-də dayanıb, tarazlıq 2-dir və 2 molda neyniyib? Sərf olunub. 4-dən 2-yə gəlib. Avtomatik burada bunun başlanğıcları yoxdur. Deməli bu 2 mol sərf olunubsa, əmsallara baxanda, məsələn 2-yə 1-dirsə bu 1-dir. Sonra hidrogen də 2-yə 3 olacaq. Burada da görsənir ki 3-dür. Və bu alınan maddələr alındığı ilə tarazlıqdadır. Bizim tarazlıq qatlıqlarımız 2, 1, 1-dir. Deməli biz buradan nəyi tapmalıyıq? KT-ni tapmalıyıq. KT bərabərdir. Burada bu 3-dür, üzr istəyirəm. Deməli 3-ün kubu vurulsun 1 bölünsün 2'nin kvadratı. O da bərabərdir 27 böl 4. 27'ni də 4'ə böləndə neçə eləyəcək? 6 eləyəcək. Deməli 6 tam %75 eləyəcək. Cavabımız A variantı.